İntensiv yağışlar Bakının küçə və prospektlərində problemlər yaratmaqda davam edir. Nizami rayonu Bəkir Çobanzadə küçəsində Sapir Şadlıq evinin qarşısında yolun hərəkət hissəsində böyük çuxur yaranıb. Bu səbəbdən həmin ərazi lentlə əhatəyə alınıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın Xəzər rayonu Aeroport şosesində baş vermiş ağır yol nəqliyyat hadisəsinin video görüntülərini yayıb. Görüntülərdə qəzanın sürət həddinin aşılması, təhlükəli manevrlər və ara məsafənin düzgün saxlanılmaması səbəbindən baş verdiyi aydın görünür. Qeyd olunub ki, sürücülərin bu cür məsuliyyətsiz davranışları yalnız öz həyatlarını deyil, digər hərəkət iştirakçılarının da təhlükəsizliyini ciddi risk altına qoyur. Yol hərəkəti qaydalarının kobud şəkildə pozulması inzibati məsuliyyət yaratmaqla yanaşı, ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti ilə də nəticələnə bilər. Bir neçə gün əvvəl baş verən bu qəza bir çox sürücülərə tanış mənzərəni xatırladır. Mərkəz sürücülərə müraciət edərək bu cür hadisələrin təkrarlanmaması üçün yayımlanan görüntülərdən nəticə çıxarmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.